Sonra Trump və Putinin Macaristanda bir araya gəlməsidir. Əlbəttə ki, görüşdə nələr olacaq buna dair ehtimallar səsləndirilir. Amma görüşə qədər digər diqqət çəkən məqam Putinin təhlükəsizliyinin təminatı məsələsidir. Ya həbs olunması istiqaməti, yaxud da hər hansı bir sui-qəsd ehtimalı istiqamətində məlumatlar gəzir. Hətta mediada yayılan məlumatlar əsasən Trumpın Putinin marşrutu Türkiyə üzərindən keçməklə olacaq. F-16'ların müşayiəti ilə olacağı da istisna edilmir. Hətta Amerika və Rusiya bu istiqamətdə Türkiyəyə müraciət edib deyə qeyd olunur. Sizcə, niyə Türkiyədən kömək istənilib? Bu bir. İkinci məqam, doğrudan da hər hansı bir Avropa ölkəsi Putinə sui-qəsd təşkil edərmi? Sizcə, var mı masada? Bu narahatlığın kökündə nə dayanır? Bilirsiniz ki, Avropanın əksər ölkələri Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdürlər. Bu baxımdan həbsinə order verilmiş bir şəxsi hava məkanında dayandıra, təyyarəni düşürə və onu həbs edə bilər. Ancaq Avropa Komissiyasının açıq şəkildə bir bəyanatı var ki, heç bir həbs əməliyyatı olmayacaq. Yetər ki, Budapeştdə baş tutan görüşdə atəşkəs razılığı əldə olunsun. Ona görə düşünürəm ki, bu məsələ daha çox Rusiya tərəfindən süni olaraq şişirdilmiş bir variantdır ki, ən azından son anda bəzi təxribatlar, informasiya təxribatları kontekstində bu görüşü təxirə sala bilsin. Çünki ən böyük sual təhlükəsizlik sualı deyil. Ən böyük sual bugün Vladimir Putin Donald Trump'a hansı plan və ideyanı sata bildi ki, Donald Trump bu görüşə razı ola bildi? Bu sualın cavabı tapılmalıdır. Çünki səbəblər ortada olmadan doğru nəticələr çıxarmaq, hansısa proqnozlar vermək mümkün deyil. Ona görə də düşünürəm ki, təhlükəsizlikdən daha çox bu görüşü vacib edən səbəblər haqqında danışmaq daha doğru olur.